Biz çox zaman müəyyən fikirlərdə, tarixi, hətta tarixin səhifələrində də buna rast gəlirik ki, Şah İsmayıl Xətai belə deyək, dindən öz siyasi maraqları üçün, dövlətini qurmaq üçünmü və yaxud da dövləti möhkəmlətmək üçünmü və yaxud öz şəxsi belə deyək, ambisiyalarını həyata keçirmək üçün bir növü dindən, hətta məzhəbdən istifadə etmişdir. Yəni siz bunu necə qiymətləndirərsiniz? Şah İsmayıl Xətai həqiqətən dindən, məzhəbdən, məsələn, Səfəvilikdən, Şiəlikdən, belə daha açıq desək, sui-istifadə və yaxud istifadə edibmi? Bu nə dərəcədə doğrudur, nə dərəcədə yanlışdır? Mənə elə gəlir ki, bu məsələlərdə gərək tarixi yaxşı biləsən. Onu deyən insanlar haradasa tarixin bəzi qaçılmaz məqamlarını unudurlar. Birincisi, Şah İsmayıl Xətai böyük tarix şəxsiyyətdir. Şah İsmayıl Xətai ilk dəfə olaraq Azərbaycan dilini təsdiq edən, yəni öz dövlətində təsbit edən böyük bir tarix şəxsiyyətdir. Şah İsmayıl Xətainin mübarizə yolu, onun coğrafi baxımından, coğrafi mövqe baxımından, onun qurduğu dövlət təbii ki, bu regionda Osmanlı dövləti ilə qarşı-qarşıya gəlirdi və sonda da Sultan Səlimin Şah İsmayıl Xətai ilə o Çaldıran döyüşündəki mübarizə, daha doğrusu müharibəsi buna son qoydu. Yəni bu mübahisələrə bir növə son qoydu. Amma söhbət nədən gedir? Şah İsmayıl Xətainin məhzəbdən istifadə etməsi. Məhzəb məsələləri dində fiqh məsələləridir, hüquq məsələləridir. Burada onu böyütmək lazım deyil. Tutaq ki, bir toplum götürür, məsələn, hansısa məzhəbin, tutaq ki, 4 ya 5 belə deyək də Cəfərilik də əlavə eləsə 5 məzhəb məsələləri, yəni hüquq məsələlərini. Hüquq məsələləri. Biri bu qəbul edilir. Məsələn, götürək indiki müasir dünyada elə demokratiya. Hər ölkədəki demokratiya eynidirmi? Xeyr. Almaniya demokratiyası ilə Fransa demokratiyasının fərqləri var, qanun fərqləri var. Hər ölkə özünün millətin psixologiyasına uyğun, oradakı insanların həyat tərzinə uyğun o demokratiya pillələrini qoyurlar. O da bir pilləli olmalıdır. Yəni, hər şey pilləyi-pilləyinədir. Yəni, bu baxımdan oradakı o fikir məsələlərindəki qarışdırmaq lazım deyil. Tutaq ki, Şah İsmayıl Xətai öz hökumətində, öz qurduğu dövlətdə, məsələn, şiəliyə belə deyək, etiqad edirdisə və üstəgəl onunla o dövlətin qurulma möhkəmliyini nail olurdusa, bu ortada böyük bir dövlət var idi və insanların yaşayış həyatı var idi və ona görə də burada o məsələlərə yanlış baxmaq özü bir yanlışdır. Aydındır.